talking sugar coated candy man. To this party club in Hollywood and wine. We drank champagne and we danced all night. We shipped the paparazzi for a big surprise. The gossip tonight, we built tomorrow's headline. He's a one-stop shop, makes me cherry pop. He's a sweet talking sugar coated candy man. Sweet talking sugar coated candy man. Sugar coated candy man. Sweet talking sugar coated candy man. Sweet talking sugar coated candy man. Ooh yeah. Shop makes me cherry pop. Ooh. Ay sen İlbiz. Ay sen İlbiz, 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 İlbiz. Detektivlər. Ca. Hə, artıq başlaya bilərik söhbətə, müzakirəyə. Murad, mikrofonu artıq götürmüşsünüz, bəlkə də sizinlə başlayaq. Çok hoşuma geldi. Ha indi Maraqlı atlara bak. xırdalıqları, İndi atlar falsetləri. başlayacaq. Bu aparıcı değil, bu müğənnidir 100%. Kim? Məhz o... Aha! Mən ümumiyyətlə bir şey deyim, Kristina Aguilera oxumaq üçün belə asan yem deyil ha. Özdə Candyman, səhnə, nömrə, performans, rəqqaslar, bu işıqlar, dostlar, yaxşı bir alqışı məhz bu səhnə üçün ünvanlamaq lazım. İpucu da var idi, ha Murad, yəqin ki, diqqətlə qulaq astınız ipuculara. İpuculara qulaq astım. Hamı qulaq astı. Bütün ölkə olaraq dinlədik. Nə olsun? Nəticə? Yoxdur nəticə. Amma var. Mən biraz sonra danışacağım. Olsun, Kamilə xanım, nə yazırsınız orada? Amma yox, o bir dənə at çəkim sonra. Buyurun. Birinci olsun ona göre. Çünkü hamı... Qoy birinci mən Deyil, Murad, ad deyil. Aşağı yukarı hamı da eyni atlardı. Durdu. Bax, misal üçün keçən... Çünkü hamımız eyni adı yazdık. Keçən buraxılışları demirəm. Amma bu buraxılışda İlbiz Aysel Teymurzade'nin səsi ilə oxudu. Mən bircə onu demək istəyirəm. Murad, elə bil sən Aysel deyəndən sonra İlbiz'in gözləri daha da çəpləşdi. Deyəsən sən... Murad dedi ki, düşünür ki Aysel Teymurzade. Eminim ki Aysel değil çünkü Aysel bu maskanı sevmezdi ve yani istemezdi bu maskanı seçmeyi. Niye sevmez? Ne O oldu ki? daha ben düşünürüm ki ben bildiği Aysel'i bilirim ki o seçerdi daha böyle Fışfışa. Fışfışa. Ha. Walt Disney Böyle bir obrazları seçebilirdi. Şahzadəsi. şahzadeleri olur Yani ya. Aysel Teymurzade değil. Ya Samira Efendi'di ya Semra'dı. Hə, Səmra da ola bilər. Samira. Teşekkürler Nigar. Coşkun Bey, sizinle devam edeyim. Bayaqdan baxırsınız, hiç danışmırsınız, müzakirə etmirsiniz. Vallahi imkan vermirlər. Nəysə, səhnə çox şirin idi. Təkrarçılığa ehtiyacı yoxdur. Elə bir ki, böyük bir qənd qabına oxşuyurdu. Mən
Mən bu şirniyyatda əməyi olan hər kəs ürəkdən alqışlayıram. Uşaqlar çox sağ olun. Sövq bəxş elədiniz hamıya. İçi biz olmaqla. O ki qaldı İlbizimizə, İlbiz Məryəm Şabanovadır. Yəni Ne güzel versiyadır çox sağ olun. profesör. Çox sağ olun. Çok güzel versiyadır. Buyurun Faiq bəy. Bəli. Mən də bu günə qədər düşünürdüm ki, maskanın arxasında aparıcı ola bilər, kim istəyirsə aktyor ola bilər, amma səs sənətçisi deyil kimi fikirləşirdim. Bugün mükəmməl vokal eşitdim mən. Doğrudan, yəni bu nəsə şişirtmə deyil. Doğrudan vokal çox peşəkar vokal idi. İpucularından hissi elə dedi ki, elə bil uşağa yemək versənə, alladırsan, gəl bu qaqqadır, bu şirindir ki, yiyəsən. Bu hissi də mənə görə xüsusən deyildi ki, biz fikirləşək ki, o maskanın arxasında hissdir və nəyə görə mən bu fikri həm də yarı-bayarı dəstəkləyirəm. Maskanın arxasında kimdirsə çox azad ruhlu insandır. Olduqca azad ruhlu insandır. Ya maska ona bu şəraiti yaradıb, istədiyini eləyir səhnədə, ya insanın özünün xasiyyətində bax o azadlıq, ruhluluq var. İstəyirəm əlim cibimdə dururam, istəyirəm çıxış vaxtı bir qəşəng ayağımla pay eləyirəm. Bunu kompleksli insan eləyə bilməz. Bu ya Natavan, W Trio dedi qrup, ya Elnarə Xəlilova W qrup demişdi, ya bəğləri iki gözəl versiya gəldi, ikisini də dəstəkləyirəm. Ya Samirə Əfəndi, çünki mən bir münsif kimi Samirə Əfəndini səhnədə müşahidə etmişəm, görmüşəm. Ya da ki Səmradı, onu da münsif kimi görmüşəm. Çox çətindir, bəlkə də İlbiz bizim maskalar arasında ən çətin çözülən maskadır. Kimdir, kimsən sən kəlməsi hər çıxışında mənim ağlımda fırlanır. Mən gözləmirəm ki, o çıxışını bitirsin və mən onun üstünə bağıraraq deyim ki, kimsən, sən kimsəm görüm. Bu o sual mənim ağlımda çıxış boyu elə fırlanır. Çox çətindir və əhsən maskaya ki, o bizi bu qədər daşındıra, düşündürə bilir. Teşekkürler detektivler müzakerelere göre. Hatta bir neçə belki adım ortaya çıkması için İlbiz özü hakkında iki məlumat verəcək. Biri doğru məlumat, biri səhv məlumat. Baxaq göre hansı doğrudur, hansı səhvdir. Tabii ki detektivler bunu tapmalıdır. Ama auditoriya gelin onlara kömək eləyək. Beləliklə İlbiz birinci məlumat buyur. Bakı payızı müsabiqəsinin laureatıyam. Bakı payızı müsabiqəsinin laureatıyam dedi. İkinci məlumat. Hərbçi ailəsində doğulmuşam. Hərbiçi ailəsində doğulmuşam dedi. Dedi ki, Bakı payızı müsabiqəsinin laureatıyam. Sonra dedi ki, hərbiçi ailəsində dünyaya gəlmişəm. Hərbçi. Əla, çox gözəl. Buyurun, Kamilə əlini qaldırıb, Murad isə ayaq üstədir. Kamilə xanım, buyurun. Biraz fikirlərim qarışdı. İkinci versiyaya əgər mən üstünlük verirəmsə, özüm hərbçi ailəsində doğulmuşam. Aha. Bu Mehin ola bilər. Birinci Qarabağ Savaşında atasını müharibədə itirmiş Mehin Ümbətova ola bilər. Bu gəldi ağlıma. Murad, siz də ayağa qalxmışdınız. Siz nə deyəcəydiniz? Mən deyəcəkdim ki, Bakı payızında Səidə Sultan da olub. Aparıcılar olmayıb, Səidəsi olub. Tünzalə də olub. Bəlkə bu Nura Suridir. Ola bilər. O da hərbiçi Ola ailəsində bilər. doğulub. Ola bilər. Akademik alqışlıq, bir nəri iki dənə bal kimi versiya. Professora. Bundan qabaqda Məryəm Şabanovan dedi. Bal kimi versiyalardır. Amma bu da bir təxmindir də. Bəli, bu da... Mən tapdım! De. Sən hər həftə tapırsan nəsə, amma yenə indiyə qədər tapmadın. Ümumi Murad hesab kim? Baxın dostlar, birincisi düzdür, Samirə Əfəndi hərbçi ailəsindəndir, bu heç. O da. Bəli. Amma Hüsniyə Məhərrəmova da hərbçi ailəsindəndir. Mən ötən həftəki versiyam. Hüsnü o sesi çıxara bilərdi. Hüsniyə nə desən sən çıxarır. eləyərdim. Anasını Kamilə da xanım- ağladardı o səsini o. Hüsniyə Kamilə bacarar. xanım sizi də işləyək. Ay
İlfay, mən bayaq dediyim versiyada hələ də qalıram. Mən düşünürəm ki, bu maska arxasında Mehin Hümbətovadır. Yaxud da əgər qrup da iştirak eləyibsə versiyasından yola çıxsam, ola bilər ki, Ülviyə Rəhimovadır. Aydındır. Nigar, mikrofonu saxlamısınız, buyurun. Əgər Bakı payızda iştirak eləmişdi, deməli hardasa bir dinozavrların yaşındadır da, belə ola bilər də. Dinozavr deyəndə mənə baxırsan. İndi Faiq müəllim nə? Dinozavr yaşında. Dinozavr deyəndə niyə mənə Heç dəxli var. baxır? Faiq bəy əjdaha dedi də, nə dedi ki? Dedi əjdahalar. Yəni hardasa bizim yaşımızdadır da, yəni. Bizim 15. yanı kimin? Can, eşit olsun. Aha. Amma mən düşünürəm hərbiçi. Əgər hərbiçidirsə də onda Səmra yox. Həm də mən düşünürəm Səmra olsaydı, o sevir ayaqlarla da rəqs eləməyi. Daha tez qaldırardı ayaqlarını, amma onu qaldırmadı. Deməli, Samira Efendi. Son olaraq istəyərdim ki, hər kəs öz təxmini söyləsin. Coşqun bəy, sizdən başlayırıq. Mən elə birinci dediyim təxminin üstündə deyirəm, Məryəm Şabanova. Kamilə xanım. Mən düşünürəm ki, bizim bu çəpgöz İlbis elə Mehin Hümbətovanın özüdür. Murad Arif. Mən bu verilişdən sonra gedib araşdıracağam ki, Aysel Teymurzadə hərbçi ailəsindəndir, yoxsa yox. Çünki Yox, deyil. yox. Bəlkə babasının babasının. Danışmır axı, atasından da. Ailəsi Ailə nədir üzvüdür də? də, hərbçi ailəsi. Buyurun Murad. Mən bunu dəqiqləşdirəcəm, çünki o səs mənə Ayseli çox xatırlatdı. Amma bunu əfəndi də edə bilərdi. Buyurun Nigar Samira Efendi. və Faiq Ağayev. Qoy olsun Samirə əfəndi. Samirə Əfəndi. Dərin təşəkkürlər detektivlərimizə, İlbis İlfaya görə dərin təşəkkürlər və təbii ki, biz onu yormayaq. Yola salaq. Buyurun İlbis. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? İlbis maskası arxasında kimdir?